Sevginin saflığına bak. Məcnunu atası aparır Məkkəyə ziyarətə ki, təkcələri yadından çıxar. Yolda bir dənə incə məqam olur, namaz vaxtı olur, atası başlayır namazın hazırlığı ki, dəstəmaz namazını qılsın. Məcnun fürsətdən istifadə edir, atası namaz yanında, dodağının ağzında Leylinin adını sayıqlaya şeir deyir. Atası işidir qəzəbləri, namazı qutarandan sonra yeşi oğlansan, mən sən bu boyda ziyarətə aparıram ki, umudasan, sən yenə onun adını sayıqlayırsan, yata sən bir söz deyim məndən incimə. Ki, buyur de. Sən Allah'a olan eşkin, mənim Leyli olan eşkimdən zəifdir. Atası təəssübləri niyə? Dilməklə bildim sən namazda mənə eşitmirsən, rabitədəsən. Gerek insan insanı da sevəndə, insan Allah'ı da sevəndə, insan həyatı da sevəndə təmənna güdmədən sevsin.